Mətnin həm giriş, həm də nəticə hissəsinə aid başlıqdır. Dünyanın ən böyük quşu. Deməli, bu mətn bu plan maddəsinə baxsaq, bunu biz çərçivəli mətndə, yəni ikinci abzasda gördük. Yəni giriş hissəyə aid deyil. Həyat tərzinə uyğunlaşan ayaqlar bu mətndə 5-ci abzasda qeyd olunur. Quşların ayaqları da həyat tərzinə uyğun formadadır. Bu da giriş və nəticə hissəsinə aid deyil. Ən maraqlı canlılardan biri. Deməli, birinci abzasa baxdığımız zaman quşlar təbiətin ən maraqlı və rəngarəng canlılarındandır. Yəni giriş hissədə biz bunu görə bilirik. Və nəticə hissəyə baxsaq, beləliklə quşlar müxtəlifliyi və özünə məxsus xüsusiyyətləri ilə təbiətin ən maraqlı canlı qruplarından biridir. Burada da biz özünü göstərir. Burada da biz həmin plan maddəsini görə bilirik. Ona görə C bəndi doğrudur. Lələklərin quşlar üçün faydası, biz bunu görürük birinci abzasın sonunda, yəni yalnız giriş hissədədir. Ana quşların təbiətdə rolu bu da 5-ci abzasda özünü göstərir. Deməli, doğru cavab C bəndi olacaq.